Allahı tanımaq lazımdır, həqiqətən. Bizdə Allah qorusun, Allah bizim hamımızı islah eləsin. Allah haqqında elm sıfırdır, Allah akbar. Yəni ona görə günahlar belə, günahları su içmiş mi edirik, Allah qorusun. Olmaz belə eləmək, subhanallah. Biz nə qədər Allahdan uzaq düşmüşük, Allah akbar. Nəyə görə belə oldu? Yəni Allaha yaxınlaşmalı, Allahı tanımaq lazımdır. Allah əzəmətlidir, subhanallah. Allahın əzabı şiddətlidir. Biz arada fikirləşməliyik ki, qövmlər oldu, qövmlər. Allah qövmləri məhv edib günahlara görə. Allah alt üst edib, subhanallah. Lut qövmünü Allah subhanallah bilirsiniz. Lut qövmünün harada Yardaniyada baş vermişdi. Ölü dəniz eşitmişsiniz. Tarixdə oxumuş bəlkə də görmüş. Ölü dəniz var. Bəhrul Meyyit. Allah o dənizi, Allah o dənizin və sakinlərini yuxarı qalxızıb. Aliyəhə, səfiləhə. Allah qalxızıb yuxarı, batırıb aşağı. Bütün qövmü, bütün məmləkəti. Dünyanın ən çökək yeri Yardaniyadır. Subhanallah. Dünyanın ən çökək yeridir. Tarixə, coğrafiyaya baxanda görürük ki, həqiqətən dəhşət. Allah qövmləri məhv edib, Allah akbar. Alt üst edib. Günahlara görə. Günahlar əzəmət. Günahlardan qorxmaq lazım. Aliyəhə səfirəhə. O yer əkilləri lapatka ilə. Yer əkir, torpağa çevirirlər. O bu cür eləyib, Allah subhanallah. Bunlar Quran-ı Kərimdə keçir. Hud surəsində keçir, Allah akbar. Allah qövmləri məhv edib. Bastırıb onları, subhanallah.